Vaz 2107 Klasika sinfinin son modeli Sovet ve Rusya arxa ötürücülü minik avtomobilidir. Volga Avtomobil Zavodu Açıq Səhmdar Cəmiyyətində 1982-ci ilin martından 2013-cü ilin 17 aprelinə qədər buraxılmışdır. Vaz 2105 avtomobilinin təkmilləşdirilmiş lüks versiyası sayılır. 07 eksporta Lada Nova, Lada Riva, Lada Signet, Lada 1500 adı ilə getmişdir. 1979-cu ildə Volga Avtomobil Zavodunda Vaz 2101-in davamçısı olan Vaz 2105 sedanının istehsala buraxılmasından sonra 05-in bazasında daha müasir və komfortlu modifikasiyanın yaradılması haqqında qərar qəbul edildi. Yeni maşın baza modelindən təkcə eksteryeri və interyerinə görə deyil, texniki göstəricilərinə görə də fərqlənməli idi. Yeni modifikasiyanın yaradılması üzərində işlər 1980-cı ildə start götürdü. Növbəti 2 il ərzində gələcək avtomobilin təcrübə nümunələrinin həm Vazın sınaq poligonlarında, həm də gündəlik şəraitlərdə yol testləri aparıldı. Zavod nomenklaturasına görə 2107 adı verilmiş model 1982-ci ildə Volga Avtomobil Zavodunun konveyerinə qoyuldu. 06 Vaz 2103-ün lüks versiyası olduğu kimi 07 də Vaz 2105-in lüks versiyası sayılır. Bu maşın öz dövründə xarakterik görünüşünə görə keçmiş Sovet İttifaqının Cənub Respublikalarında Rus Mercedesi kimi adlandırılmışdır. 2001-ci ildə qəbul edilən modellərin yeni komplektasiya proqramı 07-dən də yan keçmədi. Vaz 2107 üçün standart və norma, Vaz 21074 üçün isə norma və lüks tərtibatları yarandı. 2002-ci ildən isə modelin yığılması Ukraynada Zaporojye və Lutsk zavodlarında, sonradan isə Kremenchuk və Çerkask avtoyığma zavodlarında təşkil olundu. Zavodun yeni nomenklaturasına görə Lada 2107 adlanmağa başlanan Vaz 2107 avtomobillərinin istehsalı 2006-cı ildə Misirdə Lada Egypt birgə müəssisəsinin istehsal güclərində start götürdü. Modelin yığılması əvvəlcə 2008-ci ilin mayında Çeçenistanda yerləşən Çeçen Avto müəssisəsinə, 2011-ci ildə isə İjesk avtomobil zavoduna köçürüldü. Tam olmayan bir il ərzində İjeskdə 42507 buraxıldı. 2013-cü ilin aprelində Volga Avtomobil Zavodunun rəhbərliyi modelin istehsaldan çıxarılması qərarını verir. Buna bir neçə səbəb vardı. İstehsalın başlanmasından 30 il ərzində praktik olaraq ilkin görünüşdə buraxılan köhnəlmiş konstruksiya, aşağı pasiv və aktiv təhlükəsizlik, bazarda daha rəqabət qabiliyyətli modellərin yaranması ilə satışın aşağı düşməsi, zavodda yeni Lada Granta modelinin istehsalının hazırlıq işlərinin sürətləndirilməsi və s. Beləliklə 2013-cü il 17 aprel tarixində son Vaz 2107 konveyeri tərk etdi. Misirdə isə istehsal 2014-cü ilin əvvəlində dayandırıldı. Orada buraxılan 07-lər Asiya və Afrika bazarlarına qoyulurdu. Sedanla güc qurğusu ön hissənin eksteryeri və interyerinə görə eyniləşdirilmiş 21041 universalının istehsalı isə 2013-cü ilin 17 sentyabrına qədər davam etdi. Bütün istehsal boyu təkcə Rusiyada modeli müxtəlif modifikasiyalarda 3 milyondan çox nümunəsi buraxılıb. 07 xaricə daha yaxşı interyeri və təkmil texniki tərtibatla Lada Nova, Lada Riva, Lada 1600 adı ilə satılırdı. Eksport versiyalarının faralarında, şüşələrində, şinlərində, arxa görüntü güzgülərində və ya avtomobilin firma lövhəsində E hərfi əks edilirdi. E hərfi zavodda xüsusi uyğunlaşdırıcı sınaqlardan sonra yazılırdı. Hərfdən sonra yazılan rəqəm isə detal və aqreqatların uyğun gəldiyi ölkələri göstərirdi. 1 Almaniya, 2 Fransa, 3 İtaliya, 8 Çexoslovakiya və s. Avtomobil düz xətli cizgilərlə klassik 4 qapılı sedan kuzovuna malikdir. Daha lüks modifikasiya Vaz 2105 modelindən fərqli olaraq mərkəzində markanın loqotipi olan ölçüsünə görə daha böyük düzbucaqlı xrom radiator barmaqlığı ilə təchiz olunurdu. Ön bamper sərt plastikdən hazırlanırdı və yuxarı hissəsində geniş xrom zolağa malik idi. Avtomobilin kapotu düz sətlidir. Radiator barmaqlığının stilistik davamı olan orta hissəsi boyu düzbucaqlı yüksəklik gedir. Üzərində heç
heç bir qabarıq forma olmayan düz səthli ön qanadlarda düzbucaqlı formada olan yana dönmə işıqları yerləşir. Eksteryerin yeganə girdə detalı yarımdairəvi təkər arkalarıdır. Dar ön dayaqlar praktik olaraq şaquli şəkildə quraşdırılıb. Düzbucaqlı formalı dar arxa görüntü güzgüsü sonrakı modifikasiyalarda qatlama mexanizmi ilə təchiz olundu. Dam hamardır. Arxada orta enliyə malik dayaqlarda qurtarır. Həmin dayaqlarda da ventilyasiya deşikləri yerləşir. Kuzovun profilində ön təkər arkalarından bagaja qədər enli yarıq gözə çarpır. Avtomobilin arxa tərəfi də öndəki kimi ciddi stildə yaradılıb. Burada düz səthli baqaj qapağı yüklənmə hündürlüyü çoxdur. Bu da qabaritli yüklərin yüklənməsini çətinləşdirir. Arxa fənərlərdə bütün işıqlar birləşdirilib və düzbucaqlı formadadır. Arxa bamper konstruksiyasına görə öndəkinə analojidir. Modelin sonuncu modifikasiyalarında arxa şüşənin aşağı hissəsində dar əlavə stop siqnal yerləşirdi. C sinfinə məxsus avtomobil olaraq Vaz 2107-nin salonu kifayət qədər genişdir və asanlıqla 5 böyük adamı yerləşdirə bilir. 30 il ərzində istehsal olunan modelin interyeri təkcə bir neçə dəfə təkmilləşdirilib. Sonuncu təkmilləşmə 2006-cı ildə baş verdi. Həmin vaxt avtomobilin oturacaqlarının tərtibatında dəri və parçadan eyni vaxtda istifadə olunmuşdu. Qalan hallarda isə salonun stilistikası eksteryerin düzbucaqlı stilistikasına uyğun olaraq əvvəlki kimi qalıb. Belə ki, modelin cihazlar paneli mərkəzi konsolun yuxarı hissəsi ilə stilistik olaraq birləşdirilmişdi. Cihazlar panelində mərkəzi yeri girdə taxometr və spidometr tutub. Onların hər birinin böyürlərində isə 2 sensor yerləşib. Səndə qalan yanacaq, soyuducu mayenin temperaturu, voltmetr və ekonometr. Cihazlar paneli ilə vahid blokda yerləşən mərkəzi konsolun yuxarı hissəsində düzbucaqlı formada mərkəzi hava ötürücüləri və üfürücünün mexaniki tənzimləyiciləri yerləşir. Mərkəzi konsolun orta hissəsində analoq, bəzi komplektasiyalarda isə elektron saat və maqnitofon oyuğu yer alıb. Konsolun aşağı hissəsində sürət qutusunun qolu və servis düymələri yerləşib. Servis düymələrinə arxa şüşənin qızdırıcısı, faraların yandırılması, qızdırıcı ventilyatorunun sürət keçiricisi aiddir. Modelin sükan çarxı orta qalınlıqlı çevrə ilə 4 millidir. Sükan kolonkası tənzimlənmir. 05-dən fərqli olaraq 07-nin ön oturacaqları konstruksiya nöqteyi nəzərdən daha uğurlu anatomik formaya və inteqrasiya olunmuş başaltılara malikdir. Arxa divanın enli bel və oturacaq hissəsi var. Eksport versiyalarında açılıb yığılan dirsək altı da nəzərdə tutulmuşdu. 07-nin uzunluğu 4145, eni 1620, hündürlüyü 1440, təkər bazası 2424, klirensi isə 175 mm bərabərdir. Boş çəkisi 1030, tam çəkisi 1430 kg-dır. Yanacaq çəninin həcmi 39, baqajın həcmi isə 325 litrə bərabərdir. Ön askı müstəqildir. Üçbucaq formalı eninə qol, stabilizator və yaydan ibarətdir. Arxa askı isə yarım müstəqildir. Yaylar 4 uzunlu reaktiv ştanq və teleskopik amortizator yer alıb. Əyləcilər öndə diskli, arxada barabanlıdır. 07-yə müxtəlif həcmli 4 silindrli 4 taktlı 2103, 2105 və 2106 karbürator mühərrikləri quraşdırılıb. 2005-ci ildə karbüratoru injektor motorları əvəz etdi və 2012-ci ilə qədər ancaq injektorlu versiyalar buraxıldı. Mühərriklərin quruluşu sadəliyi və xidmət rahatlığı ilə seçilir. Tənzimlənməli və qeydinə qalmalı olan bütün detalları asan yerdə yerləşir. Lada 2107 1.5 litrlik 8 klapanlı 72 at yüzlü karbüratorlu 2103 mühərriki ilə təchiz olunmuş baza versiyasıdır. 17 saniyəyə saatda 100 km sürətini yığır. Maksimal sürəti isə saatda 150 km təşkil edir. Qarışıq rejimdə orta yanacaq sərfiyyatı 9.6 litrdir. Lada 21072 1.3 litrlik 8 klapanlı 64 at yüzlü paylayıcı valı kəmərdən olan karbüratorlu 2105 mühərriki ilə təchiz olunmuş versiyadır. 18 saniyəyə saatda 100 km sürətini yığır. Maksimal sürəti isə saatda 145 km təşkil edir. Qarışıq rejimdə orta yanacaq sərfiyyatı 10.5 litrdir. Lada 21073 1.7 litrlik 8 klapanlı 76 at yüzlü monopüskürməli mühərriklə Avropa bazarı üçün nəzərdə tutulmuş eksport versiyasıdır. 17 saniyəyə saatda 100 km sürətini yığır. Maksimal sürəti isə saatda 155 km təşkil edir. Qarışıq rejimdə orta yanacaq sərfiyyatı 8.8 litrdir. Lada 21074 1.6 litrlik 8 klapanlı 72 at güclü karbüratorlu 2106 mühərriki ilə təchiz olunmuş versiyadır.
16 saniyəyə saatda 100 km sürətini yığır. Maksimal sürəti isə saatda 150 km təşkil edir. Qarışıq rejimdə orta yanacaq sərfiyyatı 9,2 litrdir. Lada 2107-20 Avro 2 standartlarına cavab verən 1,5 litrlik 8 klapanlı bölüşdürülmüş püskürməli 2104 mühərriki ilə təchiz olunmuş versiyadır. Lada 2107-71 A76 benzini ilə işləyən 1,4 litrlik 66 at güclü 21034 mühərriki ilə sinüsün nəzərdə tutulmuş versiyadır. Lada 21074-20 Avro 2 standartlarına cavab verən 1,6 litrlik 8 klapanlı bölüşdürülmüş püskürməli 21067-10 mühərriki ilə təchiz olunmuş versiyadır. Lada 21074-30 Avro 3 standartlarına cavab verən 1,6 litrlik 8 klapanlı bölüşdürülmüş püskürməli 21067-20 mühərriki ilə təchiz olunmuş versiyadır. Lada 2100740 1,6 litrlik 8 klapanlı 75 at güclü 21067 injektor mühərriki və katalizatorla təchiz olunmuş versiyadır. Lada 21075 1,5 litrlik 8 klapanlı 65 at güclü dizel motor ilə təchiz olunmuş versiyadır. 25 saniyəyə saatda 100 km sürətini yığır. Maksimal sürəti isə saatda 127 km təşkil edir. Qarışıq rejimdə orta yanacaq sərfiyyatı 7,2 litrdir. Lada 21077 1,3 litrlik 8 klapanlı 76 at güclü paylayıcı valı kəmərdən olan 2105 mühərriki ilə Böyük Britaniya üçün nəzərdə tutulmuş eksport versiyasıdır. Lada 21078 1,6 litrlik 8 klapanlı 76 at güclü 2106 karbürator mühərriki ilə Böyük Britaniya üçün nəzərdə tutulmuş eksport versiyasıdır. Lada 21079 1,3 litrlik 140 at güclü rotor Porsche mühərriki ilə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi üçün yaradılmış versiyadır. 1986-1991-ci illərdə buraxılmışdır. 9 saniyəyə saatda 100 km sürətini yığır, maksimal sürəti isə saatda 180 km təşkil edir. Şəhərdə orta yanacaq sərfiyyatı 12,5 litrdir. Vaz 2107 Azərbaycanda kifayət qədər kütləvi şəkildə istismar edilir və hal-hazırda demək olar ki, ən çox sürülən avtomobildir. Daha çox gənc nəsil arasında çox populyardır. Artıq 5 ildir istehsaldan çıxmasına baxmayaraq, ikinci əl maşın bazarında da böyük üstünlüyə malikdir. 1000 manatdan 10.000 manata qədər istənilən istehsal ilində, vəziyyətdə, mühərrikdə 07 almaq olar. Vazın klassik modellərinin müsbət və mənfi cəhətləri eynilə 07-yə də aiddir.